Şəbnəmin məndə elə şəkilləri var ki, əli ilə bir yerdə, həyat yoldaşı ilə bir yerdə. O mənə onu atanda bilir ki, mən onu heç kimə göstərmərəm. Sən bir xoşbəxt ailəsən, həmkarlarım da xoşbəxtdir. Çalışın bir-birinizin xoşbəxtçiliyinə qara bir ləkə atmayın. Çünki bugün mən baxıram, sən əlinin uğurlarını necə sevinirsən, boksa gedir, idmana gedir, diplom alır və sən bu analıq hissini gün ildən sonra, illər sonra yenidən yaşamısan və sən bil ki, sənin evində bir əskər böyüyür. Və bəzi müğənnilərə də buradan demək istəyirəm ki, çalışın başqa müğənninin evladlarını, özləri ilə ədavətiniz ola bilər olsun. Evladların günahı yoxdur. Biz dünyaya gələndə valideyn seçmək iqtidarında olmuruq. Və bizim anamız, atamız müğənnidirsə, bizim anamız lap məmurdursa, işdən çıxırsa, daşqalaq eləməyin. Evladları hədəf almayın. Evladların ahı çox pis tutar adamı. Baxın, bugün bir çox insanlar